Merhaba dostlar. Mugaddar'ın qəlbində intiqamın alovu yavaş-yavaş böyüyürdü. O gecenin qaranlığında otağında oturmuşdu. Gözlərində qəribə bir sərtlik vardı. Telefonu qaldırıb aşağı səslə dedi. İş bu gece bitməlidir. Heç bir səhv istəmirəm. Qarşı tərəfdən səs gəldi. Narahat olmayın, hər şey hazırdır. Mugaddar'ın nəfəsi dərinləşdi. O sakitcə dedi. Mənə sadəcə bir şey lazımdır, o sağ qalmasın. Telefon bağlanan kimi ayağa qalxdı və pəncərənin yanında dayanıb qaranlığa baxdı. Sanki beynində qorxunc bir səhnə canlanırdı. Bu anda digər tərəfdə Matein heç nə bilmədən dostları ilə gülüb əylənirdi. Onun ağlına belə gəlmirdi ki, öz anası ona qarşı ən böyük oyunu qurur. Gecə dərinləşdikcə tənha bir yolda maşın dayanır. Bir neçə maskalı adam düşür və Mateini zorla maşına mindirirlər. O qışqırır. Siz kimsiniz, məni buraxın. Amma səsi qaranlıqda itir. Onu tərk edilmiş bir ambara aparırlar. Əlləri ayaqları bağlanır. Üzündə qorxu açıq görünür. Bir müddət sonra qapı açılır və Mugaddar içəri girir. Addımlarının səsi zalda əks-səda verir. Matein onu görüb donub qalır. Ana, siz, bu nədir? Mugaddar qarşısında dayanıb soyuq səslə deyir. Bu sənin özün üçün seçdiyindir. Mateinin gözləri dolur. Ana, mən nə etdim? Niyə belə edirsiniz? Mugaddarın sifəti sərtləşir. Sən mənim başımı aşağı saldın, mənə qarşı gedib hər şeyi məhv etdin, indi bunun bədəlini ödəyəcəksən. Arxadakı adamlara işarə edir, bitirin işi. Matein ucadan qışqırır, ana xahiş edirəm məni bağışlayın. Amma Mugaddarın gözlərində heç bir mərhəmət yoxdur, o dönüb getməyə başlayır. Amma bir anlıq dayanıb deyir, artıq səni heç kim xilas edə bilməz. Onun addım səsləri uzaqlaşır və ambarda yalnız Mateinin qışqırıqları qalır. Digər tərəfdə evdə qəribə bir narahatlıq yayılır. Böyük oğul dəfələrlə zəng edir, amma Mateinin telefonu bağlıdır. O narahat halda deyir, nəsə düz deyil. Gəlin də sakitcə hər şeyi hiss edir. Ürəyində səbəbsiz bir qorxu artır, sanki böyük bir bəla gəlir. Bu vaxt Mugaddar evə qayıdır. Üzündə qəribə bir rahatlıq var. Sanki ağır bir yükdən qurtulub düz otağına gedir və güzgü qarşısında özünə baxır. İndi hər şey düzələcək. Amma arxasında qapıda dayanan gəlin onu izləyir. Onun gözlərində şübhə yaranır. Ertəsi gün xəbər yayılır ki, Matein yoxa çıxıb evdə hay-küy düşür. Böyük oğul qəzəb və narahatlıqla deyir, bu necə oldu? Mugaddar zahiri kədər ilə deyir, bilmirəm mənim uşağıma nə oldu. Amma gözlərindəki həqiqəti heç kim görmür. Zaman keçir, amma Matein'dən xəbər yoxdur. Evdə münasibətlər dağılmağa başlayır. Gəlin artıq anlayır ki, bütün bunların arxasında Mugaddar dayanır. O həqiqəti öyrənməyə qərar verir. Bir gecə gizlicə Mugaddarın otağına girir və sənədləri axtarmağa başlayır. Birdən tez-tez zəng edilən bir nömrə tapır. Zəng edəndə qarşı tərəfdən eyni səs gəlir. İş tamamlandı, narahat olmayın. Gəlinin əlləri titrəyir. Onun üçün bu həqiqəti qəbul etmək çətindir ki, bir ana öz oğluna bunu edə bilər, geri çəkilir. Amma həmin anda Mugaddar qapıda görünür. Nə axtarırsan, gəlin qorxur və deyir, heç nə ana. Mugaddar yaxınlaşıb deyir, nə qədər az bilsən, sənin üçün o qədər yaxşıdır. Səsində açıq təhdid var, gəlin susuranma, daxilində artıq bir mübarizə başlayır. Həqiqəti atsın ya canını qorusun digər tərəfdə. Ambarda Matein hələ sağdır ağır. Yaralı vəziyyətdə uzanıb nəfəsi zəifləyir. Amma təslim olmur, özünü azad etməyə çalışır. Və nəhayət ipləri boşaldır, titrəyərək çıxışa doğru gedir, addımları büdrəyirəm. Ma gözlərində yaşamaq ümidi var, hekayə yeni bir dönəmə girir. Burada həqiqət üzə çıxacaq. Və Mugaddarın qurduğu oyun artıq onun öz əleyhinə dönəcək. Evdə dərin bir səssizlik varam. Ma bu. Səssizliyin arxasında böyük bir gərginlik hiss olunur. Mugaddar kresloda oturub gözlərini qapıya dikib sanki kimsə gözləyir. Üzündə həm narahatlıq, həm də qəzəb var, o yavaşca öz-özünə deyir. Bu xəbər necə yayıldı, bunu kim dedi, bu evdən kənara necə çıxdı? Qapı açılır, böyük oğlu içəri girir. Mugaddar dərhal düz oturub sərt səslə deyir. Sən dedin deyilmi, həqiqəti de mənə, yalan danışma. Oğul bir an dayanır, üzündə qorxu görünür, baxışlarını qaçıraraq deyir. Yox ana, mən heç nə demədim. Mugaddarın səsi daha da sərtləşir. Onda necə bildi, kim mənim evimin sirrini yayır? Oğul tərəddüd edərək deyir. Bəlkə qardaş, özü qəzəblə dedi. Bunu eşidən kimi Mugaddarın sifəti dəyişir. Gözlərində qəribə bir işıq yaranır. Demək özü deyib çox yaxşı. O sakitcə ayağa qalxır və yavaş addımlarla deyir. İndi baxın mən nə edəcəyəm, siz təsəvvür belə edə bilməzsiniz. Otağın küncündə duran gəlin hər şeyi eşidir, əlləri titrəyir. Divara söykənərək özünü saxlayır. Ürək döyüntüsü sürətlənir. Anlayır ki,
İndi vəziyyət daha təhlükəli olacaq. Digər tərəfdə kiçik oğul otağında narahat halda gəzir. Başına əl vurub deyir: "Mən nə etdim deməməli idim. Ana indi nəsə böyük bir şey edəcək." Nəfəsi sürətlənir, qapıya baxır. Sanki bir fırtına gözləyir. Bu tərəfdə Müqəddar otağına girib şkafı açır. Köhnə sənədləri çıxarır. Üzündə qəti qərar görünür, güzgü qarşısında dayanıb deyir: "Hamı məni zəif bilir. İndi onlara Müqəddarın kim olduğunu göstərəcəm." Səhər evdə qəribə bir sükut olur. Hamı öz işi ilə məşğuldur, amma heç kim göz-gözə gəlmir. Müqəddar mətbəxə girib gəlinə süni təbəssüm edir. "Sən çox ağıllı çıxdın. Hər şeyi bildin deyilmi?" Gəlin qorxaraq deyir: "Ana, mən heç nə etmədim. Heç kimə heç nə demədim." Müqəddar yaxınlaşıb pıçıltı ilə deyir: "Mən hər şeyi bilirəm, indi görəcəksən nə edəcəyəm." Gəlinin əlindən fincan düşür və səsi otaqda əks-səda verir, gözləri dolur. Amma danışa bilmir. Bu vaxt iki qardaş üz-üzə dayanır. Böyük qardaş qəzəblə deyir: "Niyə dedim bilirsən, ana nə edə bilər?" Kiçik qardaş cavab verir: "Mən həqiqəti dedim, bu səhv deyil, o zülm etmişdi. Amma səsində artıq peşmanlıq var." Axşam Müqəddar hamını süfrəyə çağırır. Hamı səssiz oturur. O su stəkanını qoyub deyir: "Bugündən sonra bu evin qaydaları dəyişəcək." Hamı təəccüblə baxır. O gəlinə baxıb deyir: "Və sənin həyatın artıq əvvəlki kimi olmayacaq." Gəlinin nəfəsi kəsilir. İki qardaş bir-birinə baxır. Müqəddar ayağa qalxır və deyir: "Bu yalnız başlanğıcdır. Əsl oyun indi başlayır." Onun üzündə qorxulu bir təbəssüm yaranır. Gecə dərinləşir, amma evdə narahatlıq artır. Gəlin otağında ağlayır və deyir: "Mən nə günah etdim? Niyə bu başıma gəlir?" Qapı açılır. Kiçik oğul içəri girir, bir müddət susur. Sonra deyir: "Məni bağışla, səhv etdim." Gəlin ona baxır. Gözlərində həm ağrı, həm qorxu var. Bağışlamağın nə faydası var? Ana bizi buraxmayacaq. Bu tərəfdə Müqəddar qaranlıq otaqda tavana baxır. Planlar qurur və pıçıltı ilə deyir: "Vaxt gəldi hamıya yerini göstərim." Gözlərini yumur, dodaqlarında təhlükəli bir təbəssüm yaranır. Sanki növbəti günü gözləyir ki, yeni